Salam hamıya. Bu videoya baxan hər kəs xoş gəldiniz. Bu mənim ilk vloqumdur və açığı biraz həyəcanlıyam, amma çox da səmimiyəm. Uzun müddət fikirləşdim ki, YouTube-a başlayım ya yox, uşaqlar, ev, gündəlik işlər, vaxt azlığı. Amma dedim ki, niyə də yox, hər şey mükəmməl olmalı deyil, əsas real həyatdır. Əgər videolar bəyənirsə, daha çox və daha tez-tez atacağım. Hazırda günüm necə keçir, onu çəkirəm. Bugün ev günümdür. Uşaqları hazırlaşdırmaq, yemək bişirmək, evi yığışdırmaq. Ana olanlar məni daha çox yaxşı başa düşər. Bəzən bir işi görmək üçün 1000 dəfə yarımçıq qoyuruq. Bu videoları çəkməkdə məqsədim elə odur ki, özüm kimi olan qadınlar desin ki, demək mən tək deyiləm. Bu kanal mənim üçün biraz da özünə vaxt ayırmaqdır. Danışmaq, paylaşmaq, içini tökmək kimi. İlk video olduğu üçün bəlkə də danışığım qarışıqdır, bəlkə kamera bucağı ideal deyil. Amma zamanla hər şey daha yaxşı olacaq. Kanala xoş gəlmisiniz. Əgər davam etməyimi istəyirsinizsə, videonu bəyənin. Bu mənə çox motivasiya verəcək. Şərhlər yazın. Məsələn, gündəlik vloqları sevirsiniz və yox. Daha çox nə çəkməyimi istəyirsiniz. İnşallah bu kanal böyüyər, bir ailə kimi olarıq. Burada Temu'dan əl kremim gəlmişdi, bəzi məhsullar gəlmişdi. Bu əl kremlərini çox bəyəndim. Bu telefon kaburasıdır və setkaları yığmaq üçün belə bir şey sifariş vermişdim. Bu da çox rahatdır. Bu günləri 3 cür yemək bişirəcəm. Çünki sabaha yemək bişirmək istəmirəm. Makaron, kotlet, pizza və dolma bişirmək fikrim var bu günləri. Hərdən belə çox bişirirəm ki, məsəl üçün sabahsı günü etməyim, dincəlim. Burada uşaqlar yemək yeyirlər. Günüz acıyıblar evdə olduqlarına görə. Bugün dərslər yoxdur, bugün evdədirlər. Ona görə düzdür, uşaqlarla biraz çətindir. Həm uşaqlar evdə olanda biraz iş görmək çox çətindir. Amma çalışıram ki, tez edim. Sonra onlar yatandan sonra da biraz özümə vaxt ayırım, biraz dincəlim. Uşaqların da otağı tərtəmiz. Birazdan yatacaqlar. Yatandan sonra bunları da hamısını yığışdıracağım. Burada belə bir şey asmışam. Çox yaxşıdır. Bunu Temu'dan zakaz vermişdim. Bu kepka üçün idi əslində. Mən bunu bu kravatın böyründən astım ki, burada sumkalarını assınlar. Düzdür, bu kleylə idi. Kleydən qopurdu hər dəqiqə. Kleydə durmurdu, hər dəqiqə qopurdu. Yoldaşım ora mismarla onu ora saldı. Durur, hələ ki yerindədir. Çox güman ki, bu hamı da belədir. Uşaqları nədənsə yatmağa yola salandan sonra ya acıyırlar, ya suzuyurlar. Artıq saat 9-dur. Mən bunları yatmağa yola salıram.
yatmağa deyəndə ki, bir hardasa yarım saat, 1 saat otaqlarında televizora falan baxmağa icazə verəcəm. Sonra isə özümə vaxt ayırıram. Bu kofe, şəkər, bal maskasıdır. Kofe dərini biraz canlandırır, şəkər isə ölü dərini təmizləyir, bal isə dərini yumşaldır və qidalandırır. Ona görə bu üçünü birlikdə çox yaxşı effekt verir. Mən bunu üzümə çox yavaş, incə hərəkətlərlə çəkirəm. Sərt etmək olmaz, çünki üz dərisi çox həssasdır. Bunu üzümdə qısa müddət saxlayandan sonra yuyuram. Bu maskanı tez-tez yox, adətən həftədə 1 dəfə etmək lazımdır. Ondan sonra üzüm daha təmiz, daha yumşaq hiss olunur. Amma hər hansı bir maskanı üzümə etməmişdən əvvəl həmişə üzümü belə gellə yuyuram, təmizləyirəm. Çünki gün ərzində üzümüz toz olur falan, çölə çıxırıq. Ona görə üzümü belə təmizləyəndən sonra həmin bu peelingi edirəm. Əlimə də edirəm, boğazıma da edirəm. Bitirdikdən sonra isə üzümə krem çəkirəm və gedirəm yatmağa. Amma yatmamışdan qabaq mən yenə də kuxnaya qayıtdım, çünki biraz acıdım və yüngül xiyar salatı elədim özümə. Qızlar, salat dietikdir. Arıqlamaq istəyirsinizsə, axşamlar ağır yemək istəmirsinizsə çox qəşəngdir. Həm doyumludur, həm də çox dadlı alınır. Xiyar, tək xiyarla da eləmək olar, üstünə qatıq eləyib yemək olar. Mən biraz kahı da qatdım, çünki çox acı idim. Kahı, xiyar, küncüt və sumaq da qata bilərsiniz.